dövləti 971-1088-ci illərdə mövcud olub. 1088. Biz dedik Araz çayından şimalda 2 dənə Ş hərfi ilə başlayan dövlət var. Şirvanşahlar Kürdən şimalda, Kürlə Araz arasında isə hansı dövlətdir? Şəddadilər dövləti. Əvvəllər Dəbil ətrafında yaşayırdılar bunlar. Dəbil də yerləşir bu hissədə. Və 951-ci ildə Sulanənin görkəmli nümayəndəsi Salari dövlətinin ordusunda xidmət edən Məhəmməd ibn Şəddad Salarilər dövlətinin tabeliyindəki Dəbil şəhərini ələ keçirib müstəqil Dəbil əmirliyini yaratdılar. Yəni Dəbil əmirliyi 951-dir. Bax Dəbil şəhəri fikir versən, Yusif ibn Əbsaz da tutmuşdu ya bu şəhəri. Məhəmməd ibn Şəddaddan sonra hakimiyyətə oğlu Əli Ləşkəri gəlir. Əli Ləşkəri 971-ci ildə sonuncu Salari hökmdarı İbrahimin Gəncədəki naibini qovaraq Azərbaycanın şimalında paytaxtı Gəncə, ilk dəfə paytaxt Şəddadilərin olub Gəncə, Şəddadilərlə Azərbaycan Xalq Cümhuriyyətinin və yaxud da 1-ci Respublikanın oxşar cəhətidir Gəncə paytaxt olması. Deməli, Şəddadilər dövləti paytaxtı bir paytaxtı vardı Gəncə. Salarilərlə Şəddadilərin bir paytaxtı olub. Salarilərdə Ərdəbil, Şəddadilərdə Gəncə. Salarilərin Arazdan şimaldakı feodal mülklərini özünə tabe etdi, Bərdəni və Şəmkiri özünə tabe edir və Şəddadilər dövlətinin başçısı əmir titulu daşıyırdılar. Fəz ibn Məhəmməd gəlir 985-1030-cu illərdə. İtaət göstərməyən xırda feodalları mərkəzi hakimiyyətə tabe etdi, Gəncə ətrafındakı bütün xırda feodal mülklərini nəqv etdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili dövlətə birləşdirdi. Bayaqları Yusif ibn Əbsad Salari hökmdarında da dedim Dəbili tutdu. Fəz ibn Məhəmməd də Dəbili tutub. Beyləqanı Şəddadilər dövlətinə birləşdirdi və Gəncədə adına pul kəsdirdi. Gürcü feodallarına və Xəzərlərə qarşı uğurlu mübarizə apardı. Bu da Fəz ibn Məhəmmədlə Alban hökmdarı Cavanşirin oxşar cəhədidir. Xəzərlərə qarşı mübarizə aparması. Şəddadilər dövləti, yəni Fəz ibn Məhəmməd Şirvanşahlarla, Rəvvadilərlə və Tiflis müsəlman əmirliyi ilə dost olub. Bunu necə yadında saxlayırsan? Bu Səlcuqlar Şirvanşahları, Rəvvadiləri, Tiflis müsəlman əmirliyini tutmayıb. Bu həmin bunlar dost olublar. Tiflis müsəlman əmirliyində dost olur, lakin Araz çayı üzərində, yəni Araz çayı bu hissədə Cəbrayıl rayonunda Xudafərin körpüsünü 1027-ci ildə inşa etdirdi. Bu körpü şimal ilə cənub arasında iqtisadi mədəni əlaqələrin inkişafında mühüm rol oynadı. Fəz ibn Məhəmməddən sonra gəlir Musa ibn Fəzlin hakimiyyət ili. Bu dövrdə Beyləqan şəhərində qiyam qaldırır bu Musa ibn Fəzlin qardaşı. Bu da Slavyanları köməyə çağırır. O da gəlir, yəni Slavyanlar burada əhaliyə divan tuturlar və çoxlu hədiyyələr alıb geri çəkilirlər. 11-ci əsrin 30-cu illəri Araz çayından şimaldakı Azərbaycan torpaqlarında yeni Oğuz tayfaları məskən salır. Deməli, Şəddadilərlə Rəvvadilərin oxşar cəhəti nədir? Oğuzların axını olmuş təriksinə. Şəddadilər dövlətinin hərbi qüdrəti artdı. Bizans erməni gürcülərinin Azərbaycanı işğal etmək planları nə oldu? Puça çıxdı. Sonra hakimiyyətə kim gəlir? 2-ci Əli Ləşkəri 1034-1049. 2-ci Əli Ləşkəri 1037-ci ildə Dəbilə yürüş edən Bizans erməni gürcü qüvvələrini məğlub edir. 1038-ci ildə bu ərazidən Bizans erməni gürcü qüvvələrini qovur və düşmənin Tiflis müsəlman əmrini tutmaq planı puça çıxır. Qətran Təbrizi Aran şahı adlandırırdı bu 2-ci Əli Ləşkərini. Aran anası Bərdədir, Aran şahı 2-ci Əli Ləşkəri. Bu da ki, Bizans erməni gürcü qüvvələrini məğlubiyyətə uğratdığına görə idi. 1048-ci ildə 2-ci Əli Ləşkəri Səlcuq qoşunu Arandan keçərək Şəddadilərlə birlikdə Bizans gürcü erməni qüvvələrini məğlubiyyətə uğratmışdı. Deməli, testdə dünənləri belə bir sual var idi. 1048-də yazıb Əbləsvar Şavur Səlcuqlarla müttəfiq olub, belə deyək də, Bizans erməni gürcüləri məğlub etdi. Xeyr, 2-ci Əli Ləşkəri idi, Əbləsvar Şavur deyildi. Əbləsvar Şavur 1049-1067-ci illərdə hakimiyyətdə olmuşdu. Əbləsvar Şavurun dövründə, deməli, Şəddadilər dövləti mərkəzi hakimiyyəti gücləndi, iqtisadi, ictimai həyatda və orduda hərbi islahat keçirdi, nizam-intisab yarandı. Deməli, Fəz ibn Məhəmməd Şirvanşahlarla dost olur, Tiflis əmirliyi ilə, Rəvvadilərlə, amma
Əbləsvar Şavur Şirvanşahlarla və Gürcülərlə müharibə aparmışdı. 1054-cü ildə Səlcuq ilə müqavilə bağlayır və ona müqavimətsiz tabe olurdu. Deməli, Əbləsvar Şavurun dövründə Gürcü çarı 4-cü Bağrat Tiflis müsəlman əmrini tutmaq məqsədi ilə Alanlarla ittifaq bağlayır və Azərbaycana yürüş edir. Alanlar da Şəddadilərlə Albaniyanın Atropatenanın hücumuna məruz, yəni Alanlar hücum etmişdi. Bu da oxşar cəhətlərdir Şəddadilərlə Albaniyanın. Deməli, Şəddadilərlə Albaniya həm Xəzərlərin, həm Alanların yürüşünə məruz qalıb Dərbət keçidindən. Və 1062-ci ildə Alanların qarşısını almaq üçün Gəncə şəhərinin ətrafında hasar və xəndəklər çəkdirdi və 1063-cü ildə Gəncə qala qapıları Əbləsvar Şavura aiddir. Xudafərin körpüsü Fəzl ibn Məhəmmədə aiddir, 1027 Cəbrayıldadır. Amma Gəncə qala qapıları Gəncədədir, bu da Əbləsvar Şavura aiddir. Sonuncu hökmdar 3-cü Fəzl idi. 3-cü Fəzlin dövründə 1074-1088-ci illərdə hakimiyyətdə olmuşdu. Onun hakimiyyət illərində 1-ci Məlikşah sərkərdəsi Buğanı göndərir Gəncəyə və Gəncəni asıvəzdə salır. Şəddadilər dövlətinin varlığına son qoyurdu. Rəvvadilər, Şəddadilər 10-cu əsrin ikinci yarısında yarandı. Rəvvadilər 981, Şəddadilər 971. Hər ikisi Oğuz türkləri ərazisində məskunlaşmışdı. Hər ikisi Bizans Gürcü ermənilərə qarşı mübarizə aparmışdı. Hər ikisi 1054-də 1-ci Toğruldan Əl-Asvəzdə düşür. Hər ikisi Səlcuqlar 11-ci əsrin ikinci yarısında süquta uğratmışdı. Şıılarla başlayanlar Şirvanşah Şəddadi Araz çayından şimalda idilər. Səlcuqlardan Asvəzdə düşdülər. Fəzl ibn Məhəmməd Əbləsvar Şavur Gürcülərə qarşı mübarizə aparır. Mərkəzi hakimiyyət güclənir. Yusif ibn Əbüsat, Mərzban ibn Məhəmməd və Fəzl ibn Məhəmməd bunlar Dəbili öz dövlətlərinə nə etmişdilər? Birləşdirmişdilər. Bəli, bu da oldu Şəddadilər